İctimai Radio təqdim edir. Nərmin Aşurzadə və Yusif Qasımovla bu həftə iş dünyasında baş verən əsas hadisələrin icmalı başlayır. Axşamınız xeyir olsun. Maraqlıdır həqiqətən. Nərmin Aşurzadə və Yusif Qasımla bu həftə nələrdən danışacağıq. Amma ona getməkdən əvvəl mən istərdim soruşum Nərmindən, necəsən Nərmin? Mən Əhvalın bayaqdan onu necədir? gözləyirəm ki, niyə soruşan yoxdur mənim hal əhvalımı? Yaxşıyam, çox sağ ol. Sən necəsən? Mən də yaxşıyam. Bir səbrin olsun da. Mən Yoxdur. yavaş-yavaş hazırlıq görə, Açığı gedişatı formalaşdıra görə, yəni bu həftənin mövzuları belə bizi daimi olaraq tonusda saxlayacaq bizim müzakirə zamanı. Odur ki, uzatmayaq. Maraqlıdır, birinci mövzu nədən idi bu həftə? Biz deməli həftənin birinci günü dincəlmişik və radioda təmizlik işləri gedirdi. Çünki Aha. bu həftə bizdə profilaktika idi birinci gün və həftəyə ikinci gündən başladıq. Aha. O da çox yaxşı olur yeri gəlmişkən. Həftəyə birinci gündən yox, ikinci gündən başlamaq da çox yaxşı olur. Yaxşıdır əslində, bəli. Başlayan kimi də danışdıq ki, kiçik və orta bizneslər üçün 2026-cı ildə əsas yol xəritəsi, strategiya nə olmalıdır və bunu iqtisadçı ekspert Ruslan Atakişiyevlə müzakirə edirdik. Orada çox yeni şeylər mən özüm üçün öyrəndim, amma ilk nəyə eşitdiksə, gəl birlikdə qulaq asaq, sonra da davam edərik. Təbii. Bir müəssisə üçün sahibkar özü menecerlik qabiliyyətlərində də ola bilər və yaxud da özündə yoxdursa o qabiliyyətlər, bir yaxşı idarə edici, bacarıqlı meneceri gətirməlidir. Həmən menecerlər isə müəssisəni artıq idarə edir, vəziyyətə, yaxşı vəziyyətə gətirməlidir. Bir yanaşmamız da ondan ibarətdir ki, yaxşı menecerlər kimlərdir? Yaxşı menecerlər gözəl pul gətirən, hər hansı bir şirkət alıb, orta şirkətlər, orada işləyib də yox, hədd zəif, dağılmaqda olan, artıq necə çətin vəziyyətdə olan bir müəssisəni o aşağıdan tutub qaldıranlar, əsl menecerlər onlardır. İndi hansını tapmaq bizdə daha çətindir? Sahibkar ruhlu insanları, yoxsa yaxşı idarə edə bilənləri? Bizdə hər ikisi də kasadı var. Sahibkar ruhlu insanlar birinci bizdə çoxsu sahibkar ruhlu deyil. Sahibkarlıqla məşğul olur. Bizdə amma qısa zamanda pul qazanmaq, gəlir əldə etməkdir. Nə qədər çox deyilsə də, sahibkarlıq fəaliyyəti mənfəət əldə etmək, gəlir əldə etmək fəaliyyəti deyil. Yəni son nəticəsidir o. Onun nəticəsidir. Əslində sahibkarlıq biznes fəaliyyətinin mahiyyəti, belə deyək, prosesin formalaşdırılmasıdır. Yaxşı, sən nə fikirləşirsən? Mən ümumiyyətlə düşünürəm ki, sahibkar bax özü təsisçi deyək də, təsisçi özü idarəçi olanda hansı problemlər yaşanır? Mən məsələn onun tərəfdarıyam, kiçik biznesçi özü idarə etsin. Çünki mən düşünürəm ki, onun qədər can yandıran olmayacaq. Xüsusilə də az pul verirsə, ki, kiçik bizneslər zaten az pul verirlər. Ona görə mən tərəfdarıyam ki, sahibkar özü idarə etsin, amma bir çox ekspertlərdən əks fikir eşitmişəm. Onlar deyir ki, bu belə olanda nəticə çox da yaxşı olmur. Sahibkar özü bir təsisçi özü idarəçi olanda və ya idarəçi deyil, kimisə ora təyin edib, kənardan amma rahat buraxa bilmir. Əli daim orada şirkətin üstündədir, onun adamların üstündədir. Ona görə problem yaşana bilər. Belə. Yox, əslində resept yoxdur. Yəni resept axtarsaq belə ideal yanaşma necədir? Sahibkar daim biznesin içində olsunmu menecer olaraq, yoxsa mütləq ki ilk başlamadan menecerlər gətirsin? Şirkətdən asılıdır, bazardan asılıdır, ölkədən asılıdır, mədəniyyətdən asılıdır, istənilən faktorlar var. Amma mən sənlə razıyam ki, ilkin etapda ki, təzə başlanılır və kiçikdir, sənin ideyan, sənin şirkətin və s. Bəli, orada özünün bir sahibkar olaraq olmağın və proseslərdə ilk daşın qoyulması və bünövrəsinin qoyuluşu sənin üzərindədir. Amma orada bir müddət var da, sən uzun müddətli özün olsan bu prosesin çərçivəsində, özünə zərərdir bir sahibkar olaraq birinci növbədə. Ki sən artıq strateji, əhatəli, vizyonlu baxa bilmirsən, daimi gündəlik rutinini həll etməklə məşğulsan. Ona görə adətən bəli, güclü idarə etmə komandası qurulur ki, həmin o sahibkar gedişatı yavaş-yavaş onları ötürsün. Amma orada deyim vardı, Ruslan bəy dedi ki, sahibkarlar qıtlığı var və s. Mənim fikrimcə... Yox, elə idarəçi qıtlığı da var, sahibkar. Hər ikisini dedi, amma mənə görə, mənim şəxsi qənaətimə görə, ümumən dünyada sırf sahibkar adını götürsə, sahibkarlar daha azdır. Nəinki idarəçilər. İdarəçilər çoxdur, onların təhsil məktəbləri var və s. Amma indi belə deyək də, yanaşma ora gətirir ki, sahibkarların böyüməsi üçün, sahibkarların formalaşması üçün müəyyən bir təhsil metodlarımı deyim, istiqamətlərmi deyim, formalaşır. Amma yenə də mənim skeptikliyim çoxdur bu istiqamətdə. Çünki mənim üçün sahibkarlıq biraz ya vergi, bir tərəfdən vergidir.
yəni bir çoxlarını mən izləmişəm. Həmin o sahibkar özləri deyir ki, qanunda olmalıdır. Yəni sən özün həmişə belə bir istiqamətdə özünü görmürsənsə, daimi yaratmaqla məşğul deyilsənsə, o ideya ilə yaşamırsansa, o 24/7 rejiminə özünü fəda vermək rahatlığı, o missiyası səndə yoxdursa, səndən sahibkar çıxmayacaq. Əgər sən saatı sayırsansa, həyatla işin balansını axtarırsansa, sən sahibkar deyilsən. Bu bir tərəf. Amma məsəl üçün Azərbaycanlılar götürək, Azərbaycanlıları. Bizim qanımızda istər-istəməz genetik olaraq sahibkarlıq ruhu var. O 100%, 100%dir. Bizdə var. Nəyisə ideya olaraq formalaşdırmaq, məsəl üçün bazar, gedişat, tendensiya bizə istənilən bir çağırışlar gətirir. Pandemiyanı götürək, növbəti etaplar 26 deyirlər ki, ay böhran olacaq bütün dünyada və s. Yəni Azərbaycanlılar, yəni biz beynində artıq müəyyən bir variantları fikirləşirik. O variantlar nə deməkdir loru dildə? Variantlar biznes dilində o sahibkar ruhu deməkdir ki, sən daimi olaraq ideya formalaşdırırsan, sən daimi olaraq hərəkətdəsən və alternativ, başqa nə edə bilərəm və s. O məsələdə mən hətta işdə belə oturub insanlar düşünür ki, başqa cür necə pul qazana bilər. Yəni bu bizim yanaşmamız belə düşünürük. Kimsə daha yaxşı, kimsə daha pis. Çünki bizim buna öyrətmirlər. Bu bizim sadəcə daxilimizdir. Amma menecment məsələsinə gələndə, bəli, orada razıyam ki, menecmentdə bizim qıtlıqlarımız çoxdur. Çünki bizə bunu öyrətməyiblər. Öyrədənlər də klassik şaquli idarə etmə üsulu ilə böyüyən bir pleyada formalaşıb ki, yəni biz belə idarə edirik, şaquli yanaşma var və şaquli yanaşmada nə dərəcədə hal-hazırda 2026-ya gediriksə özünü doğrultmaq olar, mənim üçün sualdır. Və artıq bizim müasir menecerlərimiz artıq onun fərqində olurlar ki, bəli, idarə etmə üsulları fərqlidir, insanlar fərqlidir, bizneslər fərqlidir və biz burada necə etsək və 26-nın bizə verdiyi çağırışları necə emal etsək daha yaxşıdır. Sən ümumiyyətlə 26 deyirik də, mövzu da madam ki, yol xəritəsidir. Sən 26-nı xəritə nöqteyi nəzərdən necə görürsən, ay Nərmin? Öz karyera yolumu, yoxsa ümumiyyətlə dünya iqtisadiyyatda? Bax, sənə görə 26 necə başlayıb və necə gedir? Və necə bizə təsir edəcək? Düşün ki, sən bir iqtisadçısan. Düşünə bilmirəm. Düşün ki, fərz eləyək. Fərz eləyək ki, bir iqtisadçısan və bir təhlil ehtiyacın var özün üçün. Və 26 necə dəyərləndirərdin sən? Hansı çağırışları bizə verəcək? Çətinliklər və böhran varsa, bu deməli ki, fürsətlər daha çox olacaq. Sadəcə kim o fürsətlərdən doğru düzgün istifadə edəcək, hansısa bizneslər ola bilər, bağlanacaq, kimlərsə sıradan çıxacaq. Kim daha ağıllı və çevik eyni anda ola biləcəksə, yəni onlar yəqin ki, baş çıxarda biləcək. Aferin. Əcayl Nərmin. Varlanmaq üçün, bu səndən keçib də, varlanmaq üçün yəni yaxşı fürsət ola bilər, amma axı hər şey pul qazanmaq deyil, pul qazanıb o pulu düzgün idarə etmək də ola bilər ki, qazanacaqlar, amma sonra müəyyən bir bilik də lazım olacaq ki, onu necə düzgün idarə etməli, biznesdə də olsun, şəxsi maliyyənin idarə edilməsində də olsun da. Razıyam. Və onu necə düzgün idarə etmək o var. Amma mən də belə bilmirəm, ya iqtisadçılar çox qulaq asıram deyə belə hiss daha çoxdur ki, ciddi dəyişikliklər baş verəcək. Qeyri-müəyyənlik var. Var. Qeyri-müəyyənlik zaten olacaq. 26 olsun, 27 olsun. Yəni üzümüzə gələn bütün illərdə müəyyənlik artıq bir qəbul meyarı kimi sadəcə aşılanmalıdır hər birimizə. Bu normal bir hal kimi qələmə verilməlidir. Sadəcə biz ona hazırıqmı fərd olaraq və ya şirkətlər olaraq, yoxsa yox? Əsas mənə görə çağırış o olacaq. Və hazır olmaq deyəndə, yəni necə hazır olmaq olar ki? O çox alternativlər olmalıdır sadəcə. Yəni böyük əhatəli bir meyarlar toplusu var onun çərçivəsində ki, hazır olmaq nə deməkdir? Mən heç bilmirəm neçə dənə orada mən sizin üçün sadalaya bilərəm qeydləri, amma çoxdur ki, hazır olmaq nə deməkdir və biz hal-hazırda hansı mərhələdəyik və belə deyək, cari mərhələ məqbuldurmu indiki dövrə, yoxsa yox? Bir çox şirkətlərin hal-hazırda onun sualına cavab axtarmaqdadır ki, biz hardayıq və daha yaxşı olmağımız üçün nə etməliyik? İndi səninlə danışa düşünürəm ki, mən heç orada soruşmadım. Belə illər, məsələn, çətin illər deyirlər də, böhran illəri və s. Həmin illər biznes qurmaq üçün ümumiyyətlə yaxşı bir il hesab oluna bilərmi? Yəni kimsə nəsə baxır ki, indi çətinlikdə problemi görəcək və ona uyğun nəsə bəlkə yaratsa daha uğurlu ola bilər. Yoxsa risk var, yəni baxmada iqtisadi çətinliklər varsa. Risk həmişə var. Amma baxır sənin iştahı var. Sən hansı riski qəbul etməyə hazırsan, yoxsa yox? Digər tərəfdən özün vurğuladın. Hər bir böhran imkanlar yaradır. Həqiqətən sahibkar ruhunda olan insanlar fürsətləri dəyərləndirə biləcək
kapasitəyə sahib olan insanlar, səriştəyə sahib olan insanlar onu edə biləcəklər. Həmişə də olub. Həmişə də ediblər. Adətən də birincilərdən olublar deyə oradan qazanıblar. Ondan sonrakılar gələnlər artıq yavaş-yavaş deyirlər ki, bu trenddir, trendə uymağa çalışırıq, amma artıq onun duzu istiyotu yoxdur. Necə ki, vaxtilə kripto idi, necə ki, vaxtilə indi hal-hazırda AI-dir, süni zəkat məsələləridir və s. İlk o məsələyə girənlər qazandığını artıq qazanıblar. Və 26-da artıq müəyyən bir onların proqnozları var ki, 26 bizə yeni nə verəcək? Və mən ilkin olaraq addımımı atım ki, birincilərdən olum və qaymaqları götürə bilim. Razıyam. İkinci səslə qulaq asaq. Qulaq asaq. Hədəflər əl çata bilən olmalıdır. Ümumiyyətlə müəssisələr çalışmalıdır qısa müddətli, orta müddətli, uzun müddətli hədəflərlə işləsinlər. Məsələn, elə hədəflər var ki, onlar qısa müddətlidir və sizdə belə deyək də, bugünkü gündə menecmentə yanaşma budur ki, qısa müddətli əvvəllər sayılıdır 1 ildən 3 ilə, indi düşübdür 3 aya kimi aşağı düşübdür. Niyə görə? Çünki kapitalizmlər dövründəyik, dəyişkənliklər dövründəyik və nəyəsə qərar verəndə ki, bu bizim strategiyamızdır, strategiyadan kənara çıxa bilmərik, o amildən uzaq durmalıdır. Yəni ki, fleksibilitet olmalıdır. Razıyam, qıvraqlıq Hədəflər. olmalıdır. Və Qıvraqlıq hədəflər mütləq olmalıdır. təyin olmalı. Hədəflər heç. İnansan, Nərmin, hədəf qoyma məsələsində problem yaşamırıq. Yəni bilsən necə? Düzdür, hədəfin keyfiyyətinə dərinliyə getsək, təbii ki, orada suallar doğurmağa başlayır, amma ümumən hədəf qoyulma mərasimi və prosesi normaldır və şirkətlər də, sahibkarlar da ona edir. Amma qıvraqlıq, bəli, flexibility vacibdir. Çünki artıq reallıq ondan ibarətdir ki, 3 aydan bir sən proqnozu etməsən və planını qısa müddətli etməsən, sən uzun müddətlidə istədiyini ala bilməyəcəksən. Çünki 1. Bazar dəyişir, 2. Rəqiblər oturmur, həqiqətən özünə güclü rəqib saydığın şirkət olsun və digər sahibkar olsun. Onu inan ki, günbəgün gecələr, səhərlər işləməkdədir, axtarmaqdadır. Sən düşünürsən ki, məsələn, mənim bazar payım bu qədərdir, mən oturmuşam rahat. Yəni hər şey mənimki kimidir, amma o müddətdə kimsə, o idmandan misal gətirə bilərəm də, deyir, çempionluğa namizəd səndən 2 qat daha çox məşq etməyə özünü səfərbər edir, daha çox istəklidir. Ona görə sən özün də maksimum dərəcədə istəkli olmalısan ki, öz səviyyəndə özünü saxlayasan. Əks təqdirdə rəqabətdir, normaldır. Kimsə daha balaca, daha çevik, daha qərarlara riskli yanaşan birisi gələ bilər ki, mən startapam, sənin illərlə qurduğun bir ümumi bazarda nişavı götürəcəm. Nişada olsun 15%, 20%. Hansı şirkət özü bilə-bilə 20% bazar payını başqasına vermək istəsin ki, xüsusən də bizim bazarımızda. Yəni belə bir reallıq yoxdur. Ona görə Ruslan bəyin deyilişi tam doğrudur. Bəs sən özün, bax səni mən bu gün söhbətə çıxardacağam tez-tez. Bəli, bəli. Nə istərsən Yusuf? Çünki Yusuf bəy necə deyirlər? Yusuf bəy sizin qonağınızdır. Yusuf bəy qonaq deyil. Səninlə birlikdə aparıcıdır. Məsələ nədir? Kim səni əsəbləşdirib bu səhər? Məni deməyim, efirdə deməyim də. Həll olunub artıq. Sən özün, məsələn, özünə hədəf qoyanda, onu uzun müddətli, qısa müddətli, orta müddətliyə bölürsənmi, yoxsa sadəcə Nərminin 2026-ya vahid hədəflər toplusu? Bax, belə bir yanaşma ilə gedirsən. Mən hər il hədəflərim olurdu, hər il. Aha. Oturub yazırdım. İlin dekabr ayının sonunda artıq məndə hədəflər başlayırdı ki, gələn il bu belə olacaq, o elə olacaq, bu belə olacaq və sonra ilin sonunda da orada qayıdıb baxırdım ki, hansı oldu. Məsələn, biri belə olanda, bir dənə belə quş qoyanda sevinirdim ki, hə, bu oldu, heç olmaz. Amma bu il dedim ki, heç nəyi planlamıram, heç nə vecimə deyil. Ya vecimə deyil, yox, amma sadəcə belə xüsusi planlamıram da, yəni ki, çünki 2025-dən 2026 üçün dəyişmədi, elə o hədəflər qalıb. İndi onu bura sadəcə keçirdib, transfer edib, onları indi reallaşdırmaq lazımdır. Hə, ona görə xüsusi bir belə hədəflər, amma məsələn ümumi belə missiya olur, məsələn, mən bura gəlmək istəyirəm. Əsas o ulduz arzuda. Bəli. Hə, o var, həmişə var və o səni yönləndirir də biraz. Amma o bir illik olmur da, adətən o daha geniş olur. Yox, o missiyandır. Missiyadır Sən da, başdan bəli. sən həyatdakı, O heç, o təbii sən ki. belə istəyirsən, bu olsun. Bəli. O var. Hə. Amma mən məsələn bir sənə də problem yaşayıram, yeri gəlmiş. Uzun müddətli planlamada problem yoxdur. Onu ki o həftələrə, aya artıq bölməliyəm. Məsələn bu gün nə etməliyəm o hədəf üçün? Bəzən olur ki, çünki onu ya yüksək qoyuram hədəfi, baxıram ki, edə bilmədim, vaxt çatdırmadım. Məsələn gündəlik nəsə dəyişikliklərlə olmur. Ya da ki çox xırda olur və ya nə bilim nə sərfə bir şey çıxır, o olmur. Məsələn mənim problemim o yaxın müddətli hədəflərə bölməkdir. Böyük, kiçik hədəflərə bölməkdədir.
Desəm ki, tək səndə deyil o problem, təsəlli verəcək sənə necəsə hansısa Biraz, formada. bir Biraz, damcı. eləmi? Bütün şirkətlərdə problem odur. Yəni uzun müddətli hədəfləmə bacarırıq, amma dekompozisiya deyilən bir söz var. Amma onu kiçik hədəflərə dekompozisiya edib onu rüblərə, aylara, həftələrə bölmək bu bir səriştə tələb eləyir. Mən başa düşdük, adi insanam. Şirkətin o burada sistemi var, mütəxəssisləri var. Niyə çətinlik çəkir? Sənə bir sir açım. Şirkət də adi insanlardan ibarətdir. Məsələ də odur. Əslində, hə. Ona görə onları hətta fərqli bir yerə gətirmək, Bəli. ortaq hədəfə onları daha çətin deyək. Orada da güclü menecerlər lazımdır ki, bax onların bir nömrəli belə deyək, bacarığı onları bir araya gətirib eyni hədəf çərçivəsində irəliləməyi təşviq etməkdir. Aydındır. Mhm. Əslində kiçik və orta biznes haqqında çox danışmaq olar, amma bizim Təbii. vaxt məhdud olduğuna görə mən təklif eləyirəm ki, keçək adi insanlara, özümüzə, peşələrdən danışmağa. Çünki həftənin 3-cü günü məhz bu haqqda da danışmışıq. Karyera məsləhətçisi Könül Osmanova ilə birlikdə müzakirə edirdik ki, 2026-cı ildə peşələrdə nələr dəyişəcək. Amma ondan əvvəl mənə məsələn maraqlı gəldi ki, karyera məsləhətçisi əslində fikir vermirsən, bu yeni yaranan peşələrdəndir. Bizdə məsələn son 5 ildə yəqin ki var. Daha öncə mən xatırlamıram. Pandemiyadan sonra oldu karyera məsləhətçiləri. Yox, əvvəllər var idi. Sadəcə onlar xüsusi peşəkarlaşmış insan resursları məsləhətçiləri və konsultantlar gedirdisə, indi sadəcə adları dəyişib olublar career coach. Karyera coachları. Bəs mən niyə Daş da eşitməmişəm? gəldi mənim tərəfimə, amma faktiki onu etiraf etmək lazımdır ki, coachlar, karyera coachları çoxalıb. Mən məsələn əvvəl biz daha çox eşidirdik, nə bilim, ixtisas seçiminə kömək edənlər Bəli. və s. də. Yəni amma belə ümumi karyera məsləhətçiləri bu bir qədər daha böyük anlayışdır. Marketinqdir də, yenə də Nərmin. Yəni sən necə hər bir rolu, gedişatı, hətta öz missiyanı insanlar kütləyə, ətrafa satmaq istəyir. Ona görə bir sıra marketinq üsullarına əl atırıq və bu normaldır. Mən bunu pis qəbul eləmirəm. O əsası yekunda dəyər versin. Adını nəsə qoysun, amma onun fəaliyyəti qarşı tərəfə dəyər gətirirsə, nə yaxşı, nə gözəl. Mən bilirsən nəyi başa düşmürəm. Həmin Nəyi? gün də başa düşmədim. Könül xanımla müzakirədə də başa düşmədim. Hələ də Aha, başa düşmürəm ki, aha. adam özündə nə hiss edəndə başa düşürsən ki, mənim bir yaxşı karyera məsləhətçisinə ehtiyacım var. Yəni, nə özündə nə anlamayanda, nə həll edə bilməyəndə, nə sual yarananda. Ağla ilk gələn odur ki, mən hal-hazırda müəyyən bir nöqtədəyəm və bilmirəm ondan sonraki davamiyyət necə gəlsin, sırf karyera nöqteyi nəzərdən. Bəlkə mənə kimsə başqası lazımdır ki, mənə sual versin. Məndə belə ola bilərdi, düşünürəm. Çünki başqa cür Yəni niyə olmalıdır psixoloq ki- yox, karyera məsləhətçisi? Mən indi bir yerdəyəm, mən bilmirəm nə istəyirəm də, həyatımı planlaya bilmirəm, bilmirəm nə istəyirəm. Mən psixoloq. Yaxşı sualdır. Bəlkə də terapevt lazımdır, bəlkə də psixoloq, bilmirəm. Yəni nədənsə başlamaq lazımdır. Yəni sualı formalaşdırıb kimləsə bunu peşəkarlaşmış insandan bunu müzakirə etmək normal bir haldır və mən düşünürəm ki, etmək lazımdır. Əgər həqiqətən bu ehtiyacı hiss edirsənsə. Nəinki oturasan, məsəl üçün özünlə əyləşəsən və ya məsəl üçün də yaxınlarını yükləyəsən. Onlar təbii ki, onu deməyəcəklər ki, yükləyirsən, buyur danış, amma faktiki olaraq bir tərəfdən yükləyirsən, digər tərəfdən də istədiyin dəyəri ala bilməyəcəksən, çünki onlar peşəkar insan deyillər. Sadəcə səni dinləyib hər şey yaxşı olacaq, əzizim, dostum kimi yekun fraza ilə bitirəcəklər bu danışığı. Ya da məsələn də deyək ki, kimsə mamasına danışır, Yəni, həyat yoldaşına Halbuki danışır. onlar başlayırlar narahat olmağa. Maksimum olur. O öz tərəfindən də məsələn sən həyat yoldaşsan və ya nə bilim qızısan, bacısan, o öz tərəfindən də bir sənin üçün narahatlıq belə də qorumaq üçün də Bəli. səhv yönləndirə bilər. Yönləndirə bilər. Ona görə qaydırıq sənin sual var. Ola bilsin ki, hər hansı bir suallar var ki, mən ona cavab tapa bilmirəm. Strategiyamda, mənim karyeramda hardasa ilişmişəm və düşünürəm ki, mən nə vadar edə bilər? Düşünürəm ki, mən özüm sualıma cavab tapa bilmirəm. Ey karyera coachu və ya konsultantı, de görüm nə məsələdir. Və belə bir şey ola bilər. Amma inanmıram ki, orada kimsə sizə hazır, yenə də deyirəm, resept gətirsin, qoysun ki, sənin problemin budur, qardaş, bacı. Həlli də budur. Belə eləsən, hər şey əlli olacaq. Yox, o gözlənti odursa, təbii ki, yekunda olmur. Amma yekunda öz suallarına necəsə cavab tapa bilirsənmi nəticədə? Tapa bilirsən.
İndi Könül xanımdan nə soruşduq, onu da eşidək. Siz necə başa düşdünüz ki, məndən yaxşı karyera məsləhətçisi çıxar? Əslində işə başlayanda gördüyüm işin karyera məsləhətçiliyi adlandırıldığını bilmirdim. Çünki mən gənclərin inkişafı ilə bağlı layihələrdə işləyirdim. İşsizliyin azaldılması ilə bağlı layihələrdə mütəxəssis olaraq çalışırdım. Karantin dövründə, hansı ki o hamımızın evə qapandığı dövrdə mən özüm də özümlə bağlı yeniliklər axtarırdım ki, necə daha fərqli işləyə bilərəm, daha nə maraqlı qata bilərəm öz işimə və həmin vaxtı karyera məsləhətçilərinin peşəkar inkişaf kursu gördüm və bu kursa qatıldım və qatılandan sonra gördüm ki, mənim gördüyüm işdir. Onsuz da mən illərdir bu işi görürəm. Sadəcə olaraq yeni alətlər öyrənməliyəm. Belə həmin vaxtdan sonra da artıq karyera məsləhətçisi və insan inkişafı mütəxəssisi olaraq çalışmağa başladım. Və daha dəqiq olsaq, məsələn, sizin işiniz nədən ibarətdir? İşimi bir cümlə ilə ifadə eləyəsi olsaq, insanın potensialını və bacarıqlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaqdan ibarətdir. İbarətdir. Söz orada yarıda qaldı, amma ibarətdir demək istəyirdim. Məntiqlidir. Bazara uyğunlaşdırmaq məntiqlidir. Amma orada vacib bir məqam var və amil var ki, əgər mən karyer coachu və konsultantı olsaydım, ilk olaraq insanı kəşf etmək istəyərdim ilk növbədə bir portret olaraq. Ki bu insanın düşüncə tərzi necədir, maraqlandığı sahələr necədir? Çünki əks təqdirdə ancaq biz bazarın tələbləri ilə yola çıxsaq, o zaman hamı olacaq eyni istiqamətin mütəxəssisləri, məsəl üçün deyirəm də. Tutalım indi ən populyar nədir? Süni zəka və data istiqaməti. Amma olacaq dataçı. Düzdür? Və olur da. Olmur. Olmağa çalışır da. Olmur. Adı olsa da belə daxilən elə deyil. Məsəl üçün mən açığı səmimi danışacağam indi efirdə, öz təcrübəmi danışacağam ki, məndə də olub bir müddət data istiqamətində çalışdım. O istiqamətdə karyera qurmağı planlaşdırmışammı? Xeyr. Amma müəyyən və müvafiq səriştələr əldə etdim, hansı ki, mənim üçün çox dəyərlidir hal-hazırda. Və o müddətdən sonra müəyyən bir korporativ pauza götürmüşəm. İndi sual burada bizim mövzumuz 2026-cı ildə peşələrdə nələr dəyişəcək? Mən nədən başlamaq istərdim? 2026 prinsipcə mənim üçün bir dəyişiklik bir nöqtəsi də olacaq təzədən. Çünki mən qərar vermişəm ki, korporativ mühitə qayıtmaq fikrindəyəm artıq. Və artıq dəyərləndirmələr edirəm, bazara baxıram və s. Amma mənim əsas meyarım burada populyar peşələr deyil və məsələn hansı daha yaxşıdır, bazara uyğunlaşırım və s. və axır yox. Özümə ilk olaraq özümə verdiyim sual o idi ki, uzun müddətli maraqlandığım və hansı istiqamətdə çıxmaq istədiyim bir varmı hal-hazırda istiqamət, hansı ki təkrarçılıq da olmasın. Ki mən təzədən eyni dairəyə sikla girmək istəmirəm. Məsələn, nələrsə etmişəm vaxtilə, məşğul olmuşam, çox gözəl, bu mənim təcrübəm yığıldı, qalıb mən də istifadə edirəm də. Amma məsəl üçün uzun müddət illərdir maraqlandığım, fikirləşdiyim, düşündüyüm ki, kaş ki vaxtilə mən onunla məşğul olardım, amma artıq mənim 36 yaşım var və s. fikirlərdən onları qırağa qoyaraq artıq qərara gəldim ki və hal-hazırda onun istiqamətində çalışıram ki, informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik istiqamətini araşdırmağa, onunla məşğul olmağa və həqiqətən müəyyən bir belə deyək, karyeramın hissəsini ona həsr etmək planımı və hədəfimi qoymuşam. Missiya deyil. Mən bilmirdim. İlk dəfə eşitdim. Bu etiraf. Hə. Bu missiya deyil, amma hədəfdir. Həqiqi hədəfdir və o hədəf həm uzun müddətlidir, həm orta müddətlidir, həm də artıq bölmüşəm onları müəyyən bir addımlara və s. Belə bir gediş etmək istəyirəm. Bunun üçün mənə karyera məsləhətçisi lazım oldumu? Xeyr, mənim subyektiv olan кейsimdə. Amma digər keyslərdə ola bilər. Məsəl üçün Nərmin ola bilər. Hər hansısa bir, yəni 2026 sənin üçün yeniliklərlə gələ bilər və sən nəyisə yoxlamaq istəyə bilərsən və qarşında müəyyən bir suallar doğura bilər. Və sən hiss edə bilərsən ki, yox, mən tək onu cavablandıra bilmirəm. Mənə bu tipli insan lazımdır. Amma bu insanı tapmaqda biraz ehtiyatlı ol. Çünki bilinmir kim həqiqi coachdur və konsultantdır, kim həqiqi deyil, kim həqiqətən sənin potensialını ortaya qoya bilər, kim sadəcə sənə deyə bilər ki, bazarın gözləntisi budur, uyğunlaş. Yox, mən niyə çox uzağa gedirəm ki, lazım olsa səninlə danışacağıq. Axı mən karyera məsləhətçisi deyiləm. Onu da etiraf edirəm. Açıq. Sən coachsan, mən yol göstərməyəcəksən. Suallar verə bilərəm maksimum sənə. Birə-bir mənə insightlar vermiş olacaqsan ki, növbəti suallar verəcəm. Doğrudan. Və sən sonra mənə deyəcəksən ki, aha, deyəsən tapdım, burada saxla. Və coachun işi burada bitəcək. Biz efirdən sonra davam edək, yaxşı. Xoşuma gəldi proses. Könül xanım başqa bir səsi də var idi, onu da eşitdik. Aha.
təhsil tələb edir. Yəni birdən-birə ola bilər kimsə doğulanda çox güclü liderlikdən doğula bilər. Ailə mühiti ona elə imkanlar verə bilər ki, o artıq sahibkarlığı görə-görə böyümüş ola bilər. Amma bu o demək deyil ki, bu fürsətləri olmayan insanlar sahibkar olmaya bilər. Bunun təhsilini almaq lazımdır, ya güclü mentorluq almaq lazımdır. Yaxşı həmin sahədə olan sahibkarlardan və insan öz biznesini qura bilər. Sadəcə olaraq biz nə də desək, insan onu təcrübə etmək istəyirsə yaşayıb görməlidir. Bəlkə də o uğursuzluğu yaşamalıdır ki, özünü daha fərqli tərəfdən kəşf eləsin. Çünki adətən biz problemli vəziyyətlərdə, situasiyalarda, uğursuz olduğumuz situasiyalarda özümüzü ən yaxşı tanıdığımız situasiyalardır. Burada əsas onu danışırdıq ki, adam məsələn deyir, bayaq səninlə müzakirə etdiyimiz, əgər sən özünə suallar versən və başa düşürsən ki, artıq mütəxəssis kimi davam etmək istəmirsə, məsələn kimsə biznes qurmaq istəyirsə, o sonra sahibkar necə ola bilər? Ola bilərmi ümumiyyətlə? Könül xanım deyir ki, sahibkar təhsili vacibdir. Sahibkar təhsili vacibdir. Əgər müəyyən bir müddət heç vaxt məşğul olmamısansa, artıq yenidən ilk dəfə məşğul olursansa, burada yaxşı olar ki, sənin sahibkarlıq təhsilin olsun. O elə düşünür. Və uğursuzluq, amma bu demək deyil ki, uğursuzluq olmayacaq. Ola bilər. Sadəcə sən burada özünü daha yaxşı kəşf edəcəksən. Açığı sahibkarlıq təhsili nədir mən bilmirəm. Amma orada cümlədə başqa vurğuladığı məqam oldu ki, başqa sahibkarlardan öyrənmək. Bax bu, bu mənə görə faydalı bir şeydir. Necə sahibkarlıq təhsili? Sahibkarlıq təhsili nə deməkdir? Məktəbi var, universiteti var onun. Universitetlərdə fakültələr var deyə biznesin idarə edilməsi ilə bağlı. Biznesin idarə edilməsi başqa, sahibkarlıq, entrepreneurship başqadır. Biznesin idarə edilməsi, sahibkarlıq arasında nə fərq var? Biznesin idarə edilməsi menecerlərin üzərinə düşən bir məsələdir. Sahibkarın işi biznesi idarə etmək yox, yeni bizneslər kəşf etmək, yaratmaq və onları gəlirli və faydalı etmək. Bu nəzəri tərəfdə də, yəni belədir. Amma reallığa baxsaq, sahibkar həm də öz biznesini idarə edirsə, indi o bunu hardasa öyrənməlidir də. Adətən sahibkar biznesin idarə edilməsini belə deyək də topladığı top menecerlərin vasitəsilə öyrənir, belə deyəcəm sənə. Çünki sən sahibkarlıq üzrə təhsil bəlkə də mənim xəbərim yoxdur, bütün dünya bunu bilir, Yusifin xəbəri yoxdur, amma mən eşitməmişəm. Çətin elə bir şey olsun Yusif. Çətin elə bir şey olsun. Bilmirəm, amma biz təvəzzökar insanlarıq, ola bilər hər bir şey. Yaxşı, sonuncu bir məqam 2026-cı ildə peşələrdə nələr dəyişəcək? Ay Nərmin. Yekində ona gəldiniz, yoxsa Ruslan müəllimin mövzusunu da? Yox, elə ona gəldi ki, süni zəka və sən dediyin kimi data filan daha çox aktualdır. Hamı buna maraq göstərəcək. Mən də orada dedim ki, xahiş edirəm, yəni kombi ustaları da, hamı dataya, kondisioner ustaları da olmaqdan çəkinmir. Çünki doğrudan onları tapmaq daha çətindir və özdə onlar da az qazanmırlar. Əslində yaxşı qazanırlar, çünki bazarda azlar. Yaxşı ustalar tapmaq çətindir. Ona görə ənənəvi peşələri də unutmaq olmaz. Bəli, mütləq. Bir də mən bir şey demək istirdim bu sahibkar təhsili ilə bağlı. Bunu da deyim keçək 4-cü günə. Sahibkar təhsili ilə bağlı onu demək istirdim ki, sənə elə gəlirmi ki, məsələn, hətta təhsil almaq, məsələn, sən qəbul etmirsən ki, bu sahibkar təhsili biznes təhsili olsun. İdarə edilməsi təhsili. Təhsil almaq ümumiyyətlə sən cəsarəti qıra bilər. Təhsil almaq cəsarəti? Cəsarəti qıra bilər. Çünki sən daha çox öyrəndikcə başa düşürsən ki, məsələn, mən 20 neçə yaşımda biznes quranda heç bilmirdim ki, bazar araşdırması lazımdır da. Və çox da başlamışdıq, yaxşı da alındı. Yəni müəyyən bir həddə gətirib çatdıra bildik, sadəcə böyüdüb davam etdirə bilmədik. Məsələn, həmin vaxtdan başlamaq üçün mən düşünürəm ki, mən bütün onları öyrənsəydim, oradan lisenziya almaq lazımdır, buradan araşdırma etmək lazımdır, buradan nə etmək lazımdır, görüşlərə gedəndə belə oturmaq lazımdır, bədən dili belə olmalıdır və s. O statusca səndən yuxarı olan insanlarla mən danışıqda o qədər indi düşünürəm mən necə cəsarət, əmin danışmışam da o görüşlərdə, amma indi bəlkə çox da əmin danışa bilmərəm. İndi düşünürəm ki, öyrəndikcə sanki cəsarət qırılır. Çərçivələnirsən də elə bil ki. Çərçivələnirsən və düşünürsən ki, mən ümumiyyətlə düzmü edirəm. Amma sahibkarlıq həqiqətən cəsarət və biraz dəlilik tələb eləyir məsələdə. Ona görə razıyam səninlə. Bu məsələlərdə, bu mövzularda biraz bilməsən də olar. Necə ki, mənə vaxtı ilə demişdilər ki, mən ehtiyat edirdim ki, bəs musiqidə mənim nə təhsilim var, mən nə not bilirəm, nə başqa bir şey və s. Solfeggio və s. Mənə vaxtı ilə yaxşı bir söz dedilər. Dedilər ki, inan ki, sən onları bilsən, indiki qədər sərbəst olmayacaqsan və bu sənin elə bil ki, izüminkavı, fərqliliyi aradan qaldıracaq. Mən də onu özümə sırğa götürüb deyirəm, əşki, not bilmirəm, elə də yaxşı gəzər. Amma indi bu təbliğat etməyək də, biz təhsil almaq lazım deyil. Təbii ki, müzakirə edirik sadəcə. Bu bizə subyektiv fikirlərimizdir. Tam səhv də ola bilərik. Növbəti mövzuya keçid eləyək. Hansı bir şablon sözlərin olmasının tərəfdarı deyiləm. Səmimi olmaq və o müəyyən bir hekayəni
storytelling deyilir. Nəyə görə bunu seçdin, bunun məqsədi özün bu daxildən və ya sənə aid olan bir məsələlərdən irəli gəlməlidir. Əgər hansı məsələn mən bir şirkəti seçəndə ya da ki, hər hansı bir şey, əlbəttə ki, biz ona baxırıq ki, bizə uyğundurmu? Niyə uyğundur? Bizim əsas dəyərlərimiz nədir və şirkətinki nədir? Mən burada inkişaf edə biləcəmmi? Mənə nə dəyər qatacaq? Çünki hər hansı bir işə gedərkən biz 1 illik qısa müddətli düşünmürük bunu, uzun müddətli düşünürük. Səmimi cavab verməsi deyirsiniz vacibdir. Mənə görə ən səmimi cavab bu olacaq ki, pul üçün müraciət edin. Yəni indi pula ehtiyacım var və pul üçün də müraciət etdim. Bu sizi qane edir belə cavab? Baxır hansı keyslər? Əslində pul dünya təcrübəsinə göstərib ki, pul əsas motivator deyil bəzi keyslərdə. Çünki pul müəyyən həddə qədər tələbə belə deyim də motivasiya edə bilir. Müəyyən həddən sonra siz təsəvvür edin ki, müəyyən bir menecer pozisiyasına çatmısınız və artıq sizə hər bir yerdə yüksək əmək haqqı təklif olunur. Bu zaman siz nəyə fikir verəcəksiniz? Yox, o vəzifəyə çatanda ola bilər, amma tələbə üçün axı pul əla. Yəni ən güclü motivasiya bəlkə. Əslində tələbə üçün ən önəmlisi birinci iş yerində o mühit və öyrənə biləcəkləridir. Çünki mühit tələbələr ən çox ilk iş yerində gördükləri o belə deyim də mindseti, dəyərləri, etik qaydaları mənimsəyirlər və sonradan da gələcək fəaliyyətlərini ona uyğun görürlər. Adətən çox eyni yerdə işləmiş insan nə deyir? Bizdə həmişə belə edirdik bunu. Biz bunu belə qaydalar belə olurdu. Rəhbərlik bunu belə edirdi. Bax, o formalaşmasının ilk iş yeri çox önəmlidir. Ona görə sadəcə pulla motivasiya olmasının tərəfdarı deyiləm ki, gələcəkdə də düzgün, həqiqətən yaxşı bir professional inkişaf edə bilsin. Mən səni razıyam, bilirsən necə? Yəni müəyyən bir dövr keçəndən sonra sən xatırlayanda 10 il əvvələ baxanda düşünürsən ki, hə, yaxşı ki, tələbə vaxtı o şirkətdə işlədim, orada öyrəndim ki, belə eləmək olar, belə eləmək olmaz. Amma həmin dövrdə öz tələbəliyinizi xatırlayın. Biz ilk dəfə pul qazanmağa başlayırıq. 2-ci, 3-cü kursdan mən təxminən işləməyə başlamışam və bu motivasiya orada bizi nə edirdi? Öz pulumu özüm qazanıram nəhayət ki. Nərmin Aşurzadə və Yusif Qasımov iş dünyasının həftəlik icmalını təqdim edir. Dünya qədər qədimi müzakirə. Pul motivasiyadır, yoxsa motivasiya deyil? Təbii ki, motivasiyadır, amma yeganə motivasiya mənbəyidir. Vacib məsələdir, amma məqamlar olur da, həqiqətən məqamlar olur ki, əgər fərqli dönəmləri gediriksə də, həqiqətən tələbə mövzusuna biz toxunuruqsa, bəli, tələbə üçün çox vacibdir. Hansı mühitdə böyüyür, kimləri görür nümunə olaraq qarşısında və inkişaf edirmi? Bu çox vacibdir. Çünki elə şirkətlər var ki, onlar deyirlər ki, biz məktəbik. Biz yetişdiririk, bazara kadr veririk və çox rahatlıqla müəyyən müddətdən sonra öz işçilərini daha böyük şirkətlərə, daha böyük maaşlara, əmək haqqlarına yəni ötürürlər. Necə deyirlər də. Məsəl üçün əməkdaş gəlib deyəndə ki, bəs mən əmək haqqı falan oyanmıyorum. Deyirlər ki, yəni bizim verdiyimiz budur. Əgər yaxşı təklif varsa biz özümüz istəyərik ki, gedəsən. Var belə şirkətlər. Amma məsəl üçün böyük şirkətlərdə hansılar ki, bazar liderləridir və s. bu mövzularda artıq müəyyən bir paradigmanın dəyişikliyi var. Ki, yalnız pul mövzusunda düşünmürlər. Belə deyək də, işgüzar mühitin formalaşması artıq fikirlərindədir. İnkişaf imkanları varmı? Yeni gələn nəsil üçün vacib olan məqamlar ki, inkişaf, dəyər bizi eşidirlərmi və bizim sualımıza ki, biz bunu nə üçün edirik, normal cavab verirlər və biz onu eşidiriksə, əməkdaş olaraq, demək ki, bizim üçün əla şirkətdir. Əgər sən hal-hazırda cavan kadra izah edə bilmirsən nəyə görə burdadır və nə edəcəksə, uzun müddət qalmasını heç gözləmə. Nə qədər maaş verirsənsə ver. Onlar çox rahat bir formada hal-hazırda məvacib mövzusuna, xüsusilə də yeni peşələrdən biz danışırıqsa, onlar çox belə rahat baxırlar. Çünki deyirlər ki, burada olması başqa yer. Uzağı mənim belə bir işim var ki, üzr istəyirəm, belə bir işim var ki, mən onu distantlı, məsafəli formada başqa ölkəyə də işləyə bilərəm. Odur ki, mən seçiciyəm və mənim üçün ən vacibi yalnız pul deyil. Amma bizim üçün, bizim vaxtımızda, bəli, maddiyyat çox vacib idi. Çünki bu deməkdir ki, biz böyümüşük, bu o deməkdir ki, biz artıq müstəqilik, bu o deməkdir ki, artıq biz ilk özümüzə uyğun bir alış-satış məsələlərini edirik. Yəni, sənin dediyində həqiqət var, amma tərəf müqabilində, yəni, doğru vurğulayır ki, hal-hazırdakı şirkətlərdə artıq strategiya və işçilərin saxlanma üsulları dəyişib. Tamamilə razıyam və həm söhbətim onu da xatırladım ki, 3-cü yüksəliş müsabiqəsinin qalibi Təhsil İnkişaf Fondunun İdarə Heyətinin sədrinin müavini xanım Daşdəmirova idi. Biz onunla birlikdə təqaüd proqramları tələbələr üçün necə keçirilir, necə hazırlaşmaq lazımdır müsahibələrə, bütün bunlarla bağlı eləməz danışırdıq və bu məsələni də orada müzakirə etdik.
Bu günlük, bu həftəlik müzakirə etmək istədiklərimiz də bunlardan ibarətdir. Çox təşəkkür edirəm ki, Yusif, bu gün də gəldin və çox xoş olur səninlə hər dəfə həftə içində danışdıqlarımızı bir daha müzakirə etmək və ümid edirəm ki, dinləyicilər üçün də bir o qədər maraqlı və faydalı. Qarşılıqlı idi. Mən çox sevindim ki, səni bu gün danışdıra bildim və çox maraqlı suallarıma çox maraqlı cavablar verə bildim. Təşəkkür edirəm. Biz təşəkkür edirik.